Rəvayət edilir ki, Abu Hureyra demişdir. Biz dedik, ey Allahın elçisi, bizə nə olur ki, sənin yanında olanda qəlblərimiz riqqətə gəlir. Dünyadan təcrid olaraq, axirət yurdunun sakinlərindən oluruq. Sənin yanından çıxanda isə başımız ailəmizə qarışır və övladlarımıza meyl edirik. Sanki özümüzü inkar edirik. Allah elçisi, ona Allahın salavatı və salam olsun, dedi. Əgər siz mənim yanımdan çıxanda bu cür vəziyyətdə olsaydınız, mələklər sizi evinizdə ziyarət edərdilər. Əgər siz günah etməsəydiniz, Allah yerinizə yeni məxluq gətirər, onlar günah edər, Allah da onları bağışlayardı. Mən soruşdum, ey Allahın elçisi, məxluqat nədən yaradılıb? O, sudan deyə cavab verdi. Biz soruşduq, bəs cənnətdə olan evlər nədən düzəldilib? O cavab verdi, bir kərpic gümüşdən, bir kərpic qızıldan. Onun divarlarının malası xoş ətirli müşkdəndir. Onun cınqılları mirvaridən və yaqutdan, torpağı isə zəfərandandır. Ora daxil olan neymət içində olar və əziyyət görməz. Orada əbədi qalar və ölməz, libası köhnəlməz və qocalmaz. Sonra dedi, 3 adamın duası rədd olunmaz. Ədalətli rəhbərin, oruç tutanın iftar vaxt etdiyi dua və zülmə məruz qalanın duası. Allah o duanı buludların üzərinə yüksəldir, səma qapıları onun üçün açılır və uca Rəbb buyurur. İzzətimə and olsun ki, bir müddət keçsə belə, mən sənə mütləq kömək edəcəyəm. Ət-Tirmizi 2526-cı hədis.